CSM Broiler 1984-cü ildən fəaliyyət göstərir. 2000-ci ildə isə açıq səhmdar cəmiyyət kimi fəaliyyətini davam etdirir. Sahəsi 1000 hektardan artıq olan CSM Broiler 200 quş saxlama fermasının hər birində 20.000 quş saxlanılır. CSM Broiler açıq səhmdar cəmiyyəti quşçuluq fabriki Azərbaycanın şimal-şərqində yerləşir. CSM Broiler açıq səhmdar cəmiyyəti quşçuluq fabriki 1984-cü ildə xalqımızın ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarət altında tikilib istifadəyə verilib. Ulu öndərimiz Heydər Əliyev müəssisəyə xüsusi diqqət ayırırdı. Dəfələrlə söylürdü ki, CSM Broiler açıq səhmdar cəmiyyəti fabriki Respublikamızın milli iftixarıdır. CSM Broilerin yeni kəsim sexi Avropanın öndə gedən və Türkiyənin tanınmış mütəxəssisləri tərəfindən ən yeni müasir avadanlıqlarla quraşdırılmışdı. CSM Broiler yeni quraşdırılmış avadanlıqlarla 1 saat ərzində 8000 quş kəsmək gücünə qadirdir. Kompresor sexi türk və yapon mütəxəssisləri tərəfindən tikilib və ən müasir kompresorlarla təchiz olunub. Həmin kompresorlar 15 saxlama kamerasına 18-20 dərəcə olan kameralar və 7 ədəd şok kamerasına 35-40 dərəcə olmaq şərti ilə soyudur. Hər bir şoklama kamerası 15 ton, saxlama kameraları hər biri bütövlükdə 4000 ton ət saxlamağa qadirdir. Kəsim və soyuducu sexlərində olan iş yerlərinin hava temperaturu kompresor sexinə məxsus olan xüsusi quraşdırılmış avtomatik avadanlıqlar vasitəsilə 10-12 dərəcə olmaqla havanın temperaturunu eyni qaydada saxlayır. Burada kəsim prosesi şəriət qaydalarına uyğun olaraq halallıqla aparılır. Səhər personal işə gələrkən xüsusi geyimdə dezobariyerdən keçərək işə başlayırlar. Broiler zonasından kəsim sexinə daşınan quşlar konteynerlərdən boşalma əməliyyatı ilə başlayır. Fəhlələr tərəfindən quşların asması başlanılır. Asılan quşlar keydirici qurğudan keçirilir. Kəsim dini amillərə uyğun şəkildə aparılır. Yəni quşların başı namaz qılan işçilər tərəfindən əllə kəsilir. Kəsilən quşların qanı tam təmizləndikdən sonra isti su vannasından lazımi temperaturdan keçirilir. Daha sonra 4 ədəd tük yolma aparatından keçərək təmizlənilir. Baş və ayağı kəsildikdən sonra təmizlənmiş quşlar iç alma sexinə qəbul olunur. Quş iç alma sexində asıldıqdan sonra 7 ədəd robot maşınlarında təmizlənərək soyuq su çillərinə qəbul olunur. Soyuq su çillərindən çıxan quşlar asılaraq hava çillərinə qəbul olunur. Hava çillərindən çıxan quş 2 saat 20 dəqiqə, sonra müsbət 2 dərəcə temperaturda çeşidləmə sexinə qəbul olunur. Çeşidləmə sexində asılan quşlar çəkilərə uyğun hava tərəziləri vasitəsilə transportyorlara ötürülür. Çeşidə uyğun olaraq paketləmə qurğusu vasitəsilə paketlənir, qablaşdırılır, etiketlənir və klipslənir. Hazır məhsullar qutulara yığılaraq tərəzidə çəkilib, daşınma arabaları vasitəsilə şoklama və saxlama kameralarına vurulur. Şoklama kameralarından çıxan ət plastik paletlərə vurulur və saxlama kameralarına göndərilir. Sonda hazır məhsullar xüsusi maşınlar vasitəsilə satış məntəqələrinə göndərilir.